İkinci qrup quantifiers hansılardır? Bunlar much, little, a little. Bunlar nə ilə işlənir? Əslində əlavələr də var. A great deal of, a bit of. Bunlar bizə lazım deyil. Sadəcə bizə düşəcək bunlardır. Much, little, a little. Nə ilə işlənir? Sayılmayan isimlərlə işlənir. Sayılmayan. Biz bilirik ki, təbii ki, sayılmayan isim həmişə necə olur? Təkdə olacaq, yəni cəmləndirmək olmaz. Yenə də biz testlərdə little ilə a little arasında qalanda nəyə diqqət edirik? Little'ın mənasında inkarlıq olduğu üçün no'ya bərabərdir. Deməli, inkarda yazmaq olmaz. A little isə müsbət mənada biraz deməkdir. For example, I have a little money. I have little money. Mənim az pulum var. I can't buy. I can't buy these trousers. Şalvar ala bilmirəm. Niyə ala bilmirəm? Çünki little money çox az dərəcədə, yəni no'ya bərabərdir. Demək olar ki, pulum yoxdur. Amma desəydim I can buy, desəydim I can buy these trousers, onda olardı I have a little money. Yəni müəyyən qədər, çatacaq qədər pulum var. Bir də yadda saxlayırıq. Much, little, a little feillərlə də işlənə bilir. Yəni zərf kimi də işlənə bilir. Bayaq dedik few, a few, many, onlar ancaq isimlə işlənir. Amma bunlar isə həm feillə, həm də isimlə işlənə bilir. Məsələn, deyirəm ki, she reads feillə işlənir. Az oxuyur deyəndə little. Bu deməkdir ki, o demək olar ki, oxumur. Amma desəm ki, she reads a little, o kitab oxuyur. Nə qədər kitab oxuyur? Demək olar ki, biraz oxuyur. Yəni, bir daha deyirəm. Much, little, a little feillərlə də işlənə bilir. Yəni, eyni tərcüməni saxlamaq şərti ilə. Davam edirik. Üçüncü qrup quantifierslər. Üçüncü qrup quantifierslər hansıdır? Hər ikisi ilə işlənənlər. Yəni, əsas sayılan, sayılmayan işlənənləri ayrı-ayrı öyrənəndən sonra yerdə qalanlar hər ikisi ilə işlənir. Nəyə diqqət edirik? A lot of. A lot of öyrənəndə elə lots of-u da bir yerdə öyrənin. Çünki eyni qaydadır. Həmçinin plenty of. Üçü birdən. A lot of, lots of, plenty of. Davam edirik. Enough. Enough. Some. Any. More. Most. Baxın, bu ilə başlananları, yəni unutmamaq üçün ardıcıl öyrənin. More, most. All, həmçinin azə. Bunları gördünüz. Bunlar düzdə vəzif bölməsində də keçəcəyik bəzilərin. Bunlar hər iki isimlə işlənir. Amma nəyə diqqət edirik? Sayılan mütləq cəmi olur. Məsələn, bura bir dənə göl yazıramsa, artıq göl yox olacaq, göls. Sayılmayan isə təbii ki, təkdə olacaq. Yəni, bunlar hər ikisinə işləndiyi üçün heç vaxt variantlardan çıxartmırıq. Sadəcə nəyə diqqət edirik? Mən variantlarda samla n arasında qalmışam. Sam, n. N-ni nə vaxt seçirik? Sual, inkar. Sual, inkar. Samı isə təsdiqdə seçirik. Bunlara diqqət etməliyik. Sonra a lot of haqqında nə deyə bilərik? A lot of, baxın, mütləq burada isim olanda bunun of olmalıdır. Yəni, a lot üstə gəl isim, belə bir şey yoxdur. Ya da bunun e'si olmalıdır, ya da e'si olmalıdır. Ya a lot of, ya da lots of olmalıdır. Amma mütləq yanında isim. Yəni, isim varsa ofsuz işlənə bilməz. Bəs ofsuz nə vaxt işlənir? Feilə aid olanda. Məsələn, deyirəm, she eats, o yeyir. Nə qədər yeyir? Çox yeyir. Bu zaman ya much qoya bilərəm, bayaq dediyim kimi. Ya da a lot qoya bilərəm. Amma of'un yazmam. Of'u varsa mütləq o isimlə işlənməlidir. Və yadda saxlayırıq, a lot of heç vaxt sualda, inkarda işlənməz. A lot of. Sual, inkar görən kimi biz a lot of variantlardan çıxardacaq. Çünki o heç vaxt sual, inkarda işlənməz. Sonra nəyə diqqət edirik? Dördüncü qrup hansıdır? İsimlərin qarşısında each, yenə deyirəm, yazdığım ardıcıllıq öyrənin ki, yadınızda rahat qalsın. Each, every, hər bir deməkdir. One, one'ı deyən kimi an, another. Sonra əvəzi keçəcəyik. Either, bəziləri ayzə deyir. Neither və yaxud da neither, fərqi yoxdur. Bunları gördünüz. Bunun yanındakı isim sayılan olur, amma tək olur. Bir daha deyək, each, every, one, an, another, either, neither. Hansı isimlərlə işləndi? Sayılan tək isimlərlə. Bunların içində yadda saxlayırıq. Each, either, neither. Bu dairəyə aldığım üçü of'u qəbul edir. Of'u qəbul edən kimi bu isim mütləq burada cəmlənir. Amma nə olur olsun, xəbəri həmişə olacaq təkdə. Xəbər təkdə olacaq. Bunları da əzbərləyirsiniz.